Salam dostlar. Bugün sizə ikinci sualımızı izah edəcəyik. Find customer referral. Bu da çox sadə bir sualdır. Keçək izahatına. Bir dəqiqə burada orijinalı çevirək. Deməli, yenə bizim ID, name, referral ID sütunlarımız var. Bizdə nə deyir? Hə, keçənki videoda deməmişdim bunu. Düzdür, birinci videoda demişim, izahat videosunda. Burada başa düşmədiyinizi belə Azərbaycan dilinə çevirə bilərsiniz, translate düyməsini. Deyir ki, hər hansı bir müştəri ilə əlaqə saxlayan ID-si 2-dən fərqli olan müştərilərinin və ya heç bir müştəri tərəfindən müraciət edilməyib. Sual sözü başa düşməsi aşağıya baxaq. Baxaq nə çıxıb? 1. Will çıxıb, gain çıxıb, Will, Jack çıxıb. Will, gain. Deməli, burada nə deyil? 2-dən fərqli olsun. Demək, 2-dən fərqli olsun. Alex çıxmamalıdır, Mark çıxmamalıdır, bir də nallar çıxmalıdır. Yəni, heç bir müştəri tərəfindən müraciət edilmir. Başa düşdünüz? Nallar çıxmalıdır və 2-dən fərqlilər çıxmalıdır. Aha, sorğunu yazaq. Sən videodan dediyim kimi, sütunun adını buradan götürmək lazımdır ki, düzgün olsun. Təbii ki, əlinizlə də yaza bilərsiniz. Bu böyük bir problem deyil, amma oradan götürsəz daha yaxşı olar. From-u da böyük yazaq. Səviyyəyə görsünüz. Customer cədvəlin kopyalayıram. Nə etməliyik? Deməli, 2-dən fərqli olmalıdır. Başlayayım. Deməli, ID-im yox, daha doğrusu refer ID-imiz başlayayım. Fərqlidir, necə yazılır? Nida bərabərdir. Yəni, 2-dən fərqli olanları gətirəcək ancaq. 2. Aha, biz sorğunu işlətsək, gəlin bir dənə işlədək. Görək, sizə tam düzgün verməyəcək. Niyə? Səbəbini deyim. Çünki biz də ancaq 2 olmayanları gətirəcək. Amma biz istəyirik ki, null olanları da gətirsin. Ona görə və ya 2 və 2 olmayanlar və ya boş olanları gətirir. Ona görə də or yazmalıyıq. Or. Bura yenə refer ID. Deməli, null olduğunu necə yazırıq? Is null. Bu sorğu indi normal işləməlidir. Baxaq. Normal işləyir. Göndərək. Hər şey qaydasında. Bu qədər. Təşəkkür edirəm dostlar. Digər videoda görüşərik inşallah.